وصلى الله على سيدنا محمد وآله وسلم. Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Allah Taala dünyasını dəyişən bütün valideynlərimizə rəhmət etsin. Yaşayanlara Allah Taala sağlam ömür versin. Məlum bilirsiniz xanımlar, atam dünyasını dəyişib. Yazıb rəhmət diləyənlər, şəxsi yazanlar, videomun rəy bölməsinə yazanlar, hər birinizdən Allah razı olsun, Allah əzizlərinizə rəhmət etsin. Xanımlar, bura Naxçıvandır. Burada deməli kənddə mərasim evi var. Kənd cəmaatı özü, yəni pul toplayıb bu mərasim evini tikiblər. Anam dünyasını dəyişəndə bu yox idi. Mən ilk dəfə gördüm. Yəni kişilər üçün ayrıdır, xanımlar üçün ayrıdır. Biz səhər 8-də gəlmişik bura. Deməli səhərdən axşam 5-6-ya qədər burada olur. Yəni mərasim sahibi də burada olur. Kəndin mərkəzindədir, məscidin yanında yerləşir. Yəni hər kəsə yaxın olsun gəlməsi üçün. Həm də bizdə belə bir adət-ənənə var. Yəni belə bir adət qoyulub ki, yəni hamı eyni qaydaya uymalıdır. Çünki imkanı olan ehsan verir, imkanı olmayan məcbur belə deyək də borca düşür, verir. Heç bu dinimizdə də bəyənilmir. Siz izlərkən mən çəkirəm xanımlar. Bu səhər tezdən saat 8-dir. Dinimizdə də bu bəyənilmir. Dinimizdə hələ bəyənilir ki, xanımlar, bu atamın, anamın biraz cavanlıqlarıdır. Bu şəkilləri mən böyütmüşəm. Deməli, bu şəkili anam 97-ci ildə çəkmişəm. Mənim ikinci oğlumun 3 yaşı olurdu. Biz də çəkmişik. Atamın da şəkili, səhv etmirəmsə, biz də çəkmişəm. Bunları mən böyütmüşəm. 2000-ci ildən mən böyütmüşəm bu şəkilləri. Anam gəlin evindədir, divardadır. Allah Taala hər birinə rəhmət etsin. Sizin də əzizlərinizə Allah Taala rəhmət etsin. Belə bir dinimizdə də bəyənilir ki, yəni qohumlar, qonşular, yəni hansı evdəki dünyasını dəyişən olur, o evə yemək bişirməlidirlər, aparmalıdırlar. Amma bizdə belə bir adət var ki, bu yaxşı adət deyil. Biri rəhmətə gedir, ev sahibi bilmir, yəni rəhmətə gələn dərin çəksin, bilmir kasıb insanlar hardansa borc alsın, ehsan versin. Bu arada xanımlar, atamın ağaclarıdır. Atamın deməli vəsiqədə 90 yaşı iyulun 1-i tamam olacaqdı, amma 93 yaşı var. Bilmirəm o illərdə, yəni yaşı niyəsə kiçik yazdırırdılar, gah böyük yazdırırdılar. Atamın 93 yaşı olmalıydı. Amma vəsiqədə 90 yaşı. Atamın öz ağaclarıdır. Yəni 3 il bundan öncəyə qədər, yəni biz kənddə yaşayırıq. Kənddən hər gün rayona gedirdi. Kəndin mərkəzinə gündə 10 dəfə gedirdi, gəlirdi. 200 kilometr yolu gündə 10 dəfə gedirdi, gəlirdi. Son 3 ildə biraz zəifləmişdi. Bu son 3 ayda, yəni dekabr ayından lap belə zəiflədi. Son 9 gündə yataqda oldu. Amma ki, anamın bir sözü vardı. Allah Taala kimsəyə yük etməsin. Yataqda qalmaq yaxşı bir şey deyil. Yəni xəstənin özü üçün də rahat olmur. Yəni onsuz da bu dünyadan getməliyik. Xanımlar, əzan verilir, onu çəkirəm. Axşam azanı verilir. Əzan sahibi hər birimizə kömək olsun. Azan sahibi atama kömək olsun. Günahlarını bağışlasın. Günahsız insan yoxdur. Allah Taala bütün əzizlərimizə rəhmət etsin. Belə xanımlar, həyətindən hər il meyvələr yığırdı atam, satırdı. Anam sağ olanda bizə göndərirdi qoz, başqa
kənd azuqələrindən. Sonra atam göndərirdi. İnanın böyük bir boşluq var içimdə. Yaxınlarım deyir ki, da 93 yaşında rəhmətə gedir. Elə tək hər kəs gecindən Allah Taala versin. Hər kəs balalarını yerbəyer etsin. Bu həyətdədir xanımlar. Deyirəm ki, yəni atanın, ananın yaşı yoxdur. Yeri görünür, geyimlərinə baxır, insan pis olur. Həyatın fani olduğunu bilirik, amma bir daha bizə, yəni xatırladır. Yəni bu ölümlər bizə həyatın fani olduğunu bir daha xatırladır. Məsəl üçün atanın, ananın yurdu qalır belə. İndi çətin zəmanədir. Məsələn, balaca qardaşım olurdu atamla, anamla, o da Bakıda işləyirdi. Yoldaşı qalırdı orada, indi yoldaş tək qalmayacaq ki. Yəni adam elə şeyləri pis olur ki, dünyasını dəyişirlər, yurt qalır istərsəməz boş, nə bilim qapı qalır bağlı, nə bilim ata anadır da. Yenə də deyirəm, bu yaşda əgər mən atanın, ananın yoxluğunu, yəni məni pis edirsə, pis oluramsa, insan düşünür ki, mən olmasam mənim övladlarım necə olacaq? Ona görə böyük bir boşluq var içimdə. Amma həyat davam edir. Həyat davam edir deyərkən, yəni üzr istəyirəm, kef etmək üçün davam edir, o mənada yox. Məcbur həyat davam edir. Qaldığımız yerdən olmasa da olduğumuz yerdən davam etmək məcburiyyətindəyik. Nəfəs alırıqsa, yeyiriksə, içiriksə, yəni vacib ehtiyacları qarşılamaq üçün insan ayaqda durmalıdır, işləməlidir. Yəni məcbur həyata davam edirik. Belə xanımlar, gördüyünüz kimi biz tərəfdə halvanı çox rəngini qızardırlar. Mən uşaqların belə sevmədiyimiz üçün mən hər zaman ağ edirəm. Xanımlar deyir, niyə ağ edirsiniz? Gördüyünüz kimi biz tərəfdə çox qızardırlar. Amma mən elə etmirəm. Mən baldızlarımın etdiyi kimi daha çox bəyənirəm, elə edirəm. Allah Taala qəbul etsin. Biz tərəfdə xanımlar, yəni çay süzüldüyü zaman hər kəsin, yəni çayının yanına öz üçün bir dənə belə balaca rozetkada halva qoyulur. Deməli bizdə nə qayda qanun var xanımlar? Ümumi hər kəs üçün, varlı kasıb hər kəs üçün o qayda qoyulub ki, yəni yemək verilməyəcək. Ev sahibi özü, yaxın qohumları, qonşuları, yəni bunlar heç də. Amma belə ümumi, yəni mərasimə gələnlər üçün yemək verilməməlidir. Çünki biz anamın yasında da, bilirsiniz ki, yas yerində də pul yığılır. Əslində bunu mən bəyənirəm. Şadlıq belədir ki, insan hazırlaşır, edir. Amma yas belədir ki, yəni bilmədən, qəfildən olur. İndi yaşlıları bilirik, amma Allah cavanları qorusun. Qəfildən olur, insan bilmir. Ona görə toydan çox belə yerdə insanlara dəstək olmaq lazımdır. Biz anamda onu etmədik. Dedik 11 uşağıq. Biz niyə anamız üçün belə bir yəni yığaq? Amma halbuki mənim atam hər yerə gedir. Hər yerdə belə deyə də pul salır. Biz etmədik. Kənd cəmiyyəti bizi çox qınadı. Yəni ki, özünüzdən qayda gətirməyin. Xanımlar, bu günortadır, günorta azanı verilir. Bu məscidimizdir. Elə məscidin yanındadır. Azın sahibi hər birimizə kömək olsun. Artıq xanımlar burada qayıdırıq, Bakıya qayıdırıq. Bu Naxçıvan şəhəridir. Şəhər çox, biz rayonda oluruq, Şərurun kəndində oluruq. Rayonun kəndində, bu isə Naxçıvanın özüdür. Şəhər çox təmizdir, çox səliqəlidir. Amma məcburiyyətdən iş üçün, qazanc üçün hərə bir tərəfə gedir. Sanki rayon, şəhər boşluqdur. Amma çox gözəl yerdir bizim də yerlərimiz. Həmin zaman biz çox qınanıldıq ki, özünüzdən qayda qoyursunuz. O zaman yenə də, yəni insan seçilir də bir-birinə. Kasıb, varlı, imkanlı, imkansız bir-birindən seçilir. Düzdür, biz də varlı deyilik, imkanlı deyilik, amma da yəni insanlar bir-birindən seçilməməlidir. Məsələn, bu mərasim evi ona görə tikilib ki, hamının, yəni mərasimi eyni cür olsun, eyni yerdə olsun. Yəni çay verilir, Ramazan olduğu üçün iftardan sonra çay verilirdi. Amma belə yemək kənar insanlara verilmir. İnsanlar gəlir, oturur, gedir. Belə. Əslində mən bu qaydanı mən də bəyənirəm. Belə.
Sizlərdə necədir? Yəni bu qayda dinimiz də bunu bəyənir ki, dünyasını dəyişib insan bilmir öz əzizinin dərdini çəksin, bilmir ki, məzəsini necə idarə eləsin, ay tez bişirsin, tez düzsün, tez insanlar razı qalsın. Yəni bunlar əslində doğru deyil. Bizdə bu qayda qoyulub. Ona görə də hər kəs yəni ona əməl edir, amma yenə də yəni yaxın insanlar üçün səhər 8-dən gedirsən, axşam 5-6-ya qədər orada olursan, yaxın insanlar, qohumlar üçün yəni yeməklər verilir, amma hamı üçün çay süfrəsi açılır. Allah Taala bir daha dünyasını dəyişən əzizlərimizə rəhmət etsin, günahlarını bağışlasın, axirət evləri abad olsun. Belə gözəl xanımlar. Yəni insanın başını iş qatır. Həqiqətən də mən neçə gündür, artıq 13-14 gündür video paylaşmıram. Böyük bir boşluğa düşmüşdüm. Bunalıma girmişdim, türklər demiş. Amma iş insan həqiqətən başını qatır. Bu arada xanımlar təyyarədə bunlar yemədim, gətirdim balam üçün, Məlik üçün. İş insanın başını qatır. Heç 15 gündür öz bu VIP Life yəni işimlə də bağlı qrupa girmirəm. Bu gün girmişəm. Bu gün ayın 8-idir. Dünən katolikumuz bitdi. Bu gün daxil olmuşam. Orada da işlərim zəifləyib olsun. Amma məcbur bu gün başladım. İşimə başladım. Dedim videoda indi oradan buradan nə çəkmişəm paylaşım ki, yəni bir yerdən tutunmaq lazımdır həyatda. Xanımlar sağ olsun gəlinim Günay alma piroqu bişirmişdi. Sonra toyuq sobada qoymuşdu bişməyə, kotlet bişirmişdi. Yəni mən gələn günü. Allah Taala bütün evlərə yaxşı gəlin qismət etsin. Bütün gəlinlərin də qarşısına yaxşı qaynana çıxarsın. Sağ olsun evi çox gözəl idarə etmişdi. Yaxşı yeməklər də bişirmişdi. Belə həyatdır. Bir gün gəlirik, bir gün gedirik. Allah Taala cavanlarımızı qorusun. Allah Taala hər kəsə gecindən versin. Balalarımızı yerbəyer edək. Vallahi heç bu dünyada mənim gözüm yoxdur. Sadəcə balalarımızı yerbəyer edək. İnşallah o dünyada görüşərik əzizlərimizlə, amma işçi çox bir sikeydi. Hələ mənim atamın 93 yaşı var. Mən çox pis oldum. Giyimlərinə baxırdım. Yeri görünürdü. Özdə mənim atam xanımlar çox hökümlü kişi olub. Yəni son nəfəsinə qədər çox hökümlü olub. Elə onun haqqında danışırıq. Xoş belə xatirələrlə yad edirik. Çox hökümlü kişi olub. Gəlinimiz də sağ olsun, qardaşımın yoldaşı. Allah atasına rəhmət etsin, anasına ömür versin. Çox atamın qayğısına qalırdı, çox atamın kaprizlərini çəkirdi, həqiqətən halal olsun. 8 ildə anam dünyasını dəyişib, mənim atam ərköyün uşaq kimi olub. Nənəmin, o vaxt rəhmətli nənəmin uşaqları qalmırmış. Neçə övladı, yəni belə deyək də, dünyasını dəyişib, sonra atam qalıb. Atamdan da sonra 2 bibim var, bir əmim var idi, hamısı rəhmətə gedib. Yəni atam çox ərköyün olub, anam da çox atamın belə kaprizlərini çəkib, atam çox elə ərköyün olub həqiqətən, belə hökümlü, həm də ərköyün. Gəlinimiz də sağ olsun 8 ildə anam yoxdur, yəni atamı elə necə anamın sağlığında, indi də elə atamın qayğısına qalıb. Allah kömək olsun, atasına rəhmət etsin. Belə gözəl xanımlar. Bilet tapa bilmədik, gedə bilmədik. Bir bacım Türkiyədən gəlmişdi, bir bacım Bakıdan yoldaşı tapmışdı, çerez bilet, bir də kənddə olan qardaşım. Biz, yəni hamımız rəhmətə getdik, çatdıq da. O da yenə də belə tanışlıqla ancaq bilet aldıq. Atamı morqa qoydular ki, biz hamımız gedək çataq, çünki bilet tapa bilmirdik. Bayram vaxtı olanda, yəni Naxçıvana bilet tapılmır, nə də Naxçıvandan bu tərəfə bilet tapmaq olmur. Baha qiymətə bilet tapmaq olmur. Belə hamımızda necə getdik, belə hissə getdik, üçümüz bir, dördümüz bir, çünki bilet mümkün deyildi, o da burun yerlər. Ona görə atam morqa qoyuldular ki, hamımız gedək çataq, sonra yəni bir gün gələn bir gün gedəcək, ölüm qəti həqiqətdir. Kafir insanlar belə, Allaha inamı olmayan, axirətə, cənnət, cəhənnəmə inamı olmayan insanlar belə ölümü qəbul edirlər. Ölüm qəti həqiqətdir.
Sadəcə cavanlar olanda insan qəbul edə bilmir. Balaların yerbəyer etməyəndə insan daha çox pis olur. Amma mən artıq ölümü qəbul etmişəm. Sadəcə olaraq mən daha çox atam deyirmiş ki, bəs mənim elə 2-3 övladım var, bəs o birilər niyə gəlib çıxmır? Yəni onları düşünəndə adam pis olur. Atam bir dəfə də belə ağırlaşmışdı, hamımız getdik, bir 10 gün oturduq. Şükür Allah onu da sağaldı, qalxdı, gəldi. İndi yəni bilet mümkün değildi də, bayram qabağı idi. Bayram təzə olmuşdu. Ona görə elə şeylər düşünəndə insan pis olur ki, nə bilim, yenə də Allah Taala rəhmət etsin. 93 il yaşadı. Allah Taala bizlərə də möhlət versin. Mən öz adıma deyirəm, möhlət istəyirəm, ömür istəmirəm. Balalarımı, 2 balamı da yerbəyer edim. Vallahi bu dünyada gözüm yoxdur. Xanımlar, gördüyünüz kimi halvadır, umaç halvasıdır. 3 stəkan un idi. 1 armudu stəkan da süd. Blenderdə etdim. Rayonda blenderdən sevmirlər. Deyirlər blenderdən olanda yumşaq olur. Onlar əllə edirlər. Orada biz etdik 10 kilo unu. Axşamdan edirik, səhəririk, səhərə qədər quruyur. Səhər edirik, pişiririk. 2 qazanda pişirildi. Rayonda başqa cür edirlər. Yağı 2 dəfə artıq atırlar, əlavə edirlər. Şəkərini həmçinin. Amma mən elə etmirəm. Mən məsələn 3 stəkan undursa 3 stəkan şəkər tozu götürürəm. 1 stəkan yarım sudur, amma biraz artıq edirəm ki, çünki 1-2 dəqiqədə halvanı, yəni bişirəndə, şirəni əlavə edəndə həmən söndürmürəm axı. Buxarlanır, edir. Ona görə halva bərk olmasın deyə edirəm. 3 stəkan un idi, 300 qram yağ idi, 3 stəkan şəkər tozu idi, 1 stəkan yarımdan da biraz artıq, yəni su idi. Yarım çay qaşığı sarı kökü idi, bir də limon duzu çay qaşığın ucunda. Xanımlar, videom sonlanmağa doğru gedir. Hər birinizə təşəkkür edirəm, minnətdaram. Allah hər birinizdən razı olsun. İnşallah növbəti videolarda görüşərik. Yəni bu cür paylaşım etdim ki, yəni giriş edim, yəni işimə davam edə bilim. Yəni həyata davam etmək məcburiyyətindəyik. O acılar bizim içimizdə gedir, amma biz həyata davam etmək məcburiyyətindəyik. Bu həyat, yəni mücadilə istəyir. Həyat mücadiləmizə davam. Hər zaman biraz daha açıq götürürəm. Bu dəfə biraz tünd götürdüm. Yəni bundan da tünd etmirəm mən. Hər birinizi öpürəm. Allah amanda qalın. Allah əmanət olun. İnşallah görüşərik gözəl xanımlar. Üzərinə də rəndədən keçirilmiş qoz əlavə etdim. Hətta biz içərisinə də əlavə edirik. Balaca-balaca doğrayıb əlavə edirik.